Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu gün mən sizə ATK-nın təqdim etdiyi növbəti blok sınağından coğrafiya suallarının izahını verəcəm. Vaxt itirmədən dəyərli izləyicilər keçirik sualların izahına. Deməli, 31-ci suala baxırıq. Qeyd olunmuşdur ki, 5 litr suyun tərkibində 210 qram duz olarsa, bu su kütləsinin hansı dənizə aid olduğunu müəyyən edin. Bunu tapmaq üçün bildiyimiz kimi 5 litrdə əgər 210 qram duz varsa, o zaman 1 litrdə nə qədər duz olduğunu tapmaq üçün sadəcə 210-u 5-ə bölürük. Bu da eləyir 42 qram. 42 qram, yəni 42 promilli deməkdir. Bu da bildiyimiz kimi bu dənizlərdən Qırmızı dənizə uyğun gəlir. 32-ci suala baxırıq. Zəngəzur silsiləsi və Qarabağ vulkanik yaylası üçün ümumi əlamətləri müəyyən edin. Buzlaqlar əmələ gəlmişdir. Deməli, bu bildiyimiz kimi bu uyğun cavab deyil. Buzlaqlar əmələ gəlmişdir. Deməli, bu Zəngəzur silsiləsinə aid olsa da Qarabağa aid deyil. Çoxsaylı gətirmə konuslara malikdir. Təbii ki, bu düzən ərazilər olmadığı üçün doğru deyil. Tez-tez sürüşmələr baş verir. Deməli, bu daha çox Böyük Qafqaz dağlarında və Zəngəzur üçün aid ola bilər. Səthi mezzo yaşlı suxurlarla örtülüdür. Deməli, səthində mezzo yaşlı suxurlar yox, kaynazo yaşlı olsaydı daha doğru olacaqdı. Zəngəzur və Qarabağ vulkanik yaylalarının hündür hissələrində bildiyimiz kimi burada kaynazo yaşlı, xüsusən də Zəngəzurda Kaynazoyun paleogen dövrünün suxurları, Qarabağ vulkanik yaylasında isə 4-cü dövrün vulkanik suxurları geniş yayılmışdır. Doğru cavab burada Y variantı olacaqdır. 33-də Passat və Qərb küləkləri üçün Passat və qərb küləkləri üçün ümumi əlaməti seçmək lazımdır. Birdə yazılıb ki, okean cərəyanlarının yaranmasına və istiqamətinin dəyişməsinə səbəb olur. Bəli, bunlar daimi küləklər olduğu üçün hər ikisi okean cərəyanlarının və yaranmasına və istiqamətinə təsir edir. Deməli, bir doğrudur. Tropik enliklərdən ekvatora doğru əsir. Tropikdən ekvatora əsən Passatdır. Bu qərb küləkləri isə tropikdən mülayimə əsdiyi üçün 2 yanlışdır. 3. Okean və materiklər arasında təzyiq fərqinə yarı. Bu mussonlara aid olan xüsusiyyətdir. Eyni istiqamətdə əsirlər, Passat küləkləri və qərb küləkləri. Bildiyimiz kimi Passat küləkləri şimal-şərqdən cənub-qərbə doğru, qərb küləkləri isə cənub-qərbdən şimal-şərqə doğru əsdikləri üçün eyni istiqamət yanlışdır. Tropik enliklərdən yüksək təzyiq sahəsindən əsir. Bəli, Passatlar tropikdən ekvatora, qərb külələri isə deməli tropikdən mülayim enişlərinə doğru əsir. Cavab 5 də doğrudur. Materiklərin iqliminin formalaşmasına təsir edir. Bəli, Passatlar xüsusən cənub materiklərin şərq hissəsində, qərb külələri isə şimal, xüsusən də Avrasiya və Şimali Amerikanın qərb sahillərində bol yağıntı gətirir. Deməli cavabımız 1, 5, 6 B variantı. 34-cü suala baxsaq, qeyd olunub ki, A və B məntəqələrində qış gündönümü günorta vaxtı günəş şüaları eyni buzaq altında düşür. B məntəqəsi Bakı şəhəri arasında ən qısa məsafə orta miqyaslı qlobusda 11,1 sm olarsa, A məntəqəsində günorta vaxtı günəşin şüaların düşmə bucağını müəyyən edin. Deməli, əvvəlcə baxaq ki, deməli, qış gündönümü deyirsə, söhbət 22 dekabr tarixindən gedir. Deməli, bu tarixdə də bildiyimiz kimi günəş 23,5 dərəcə cənub enliyində zenitdə olur. Biz bunu yadda saxlayırıq. Orta miqyaslı qlobusda 1 bölünsün 50 milyon olduğu üçün deməli 1 santimetrə 500 kilometr uyğun gəlir. Deyir ki, 11,1 santimetr olduğu üçün 11,1 santimetrə nə qədər uyğun gəldiyini tapmalıyıq və bu da eləyəcək 5550 kilometr. Deməli, Bakı şəhəri ilə həmin B məntəqəsi arasında məsafə 5550 kilometrdir. Meridian üzrə məsafə tapıldığı üçün onu 111-ə bölsək, bu da edir 50 dərəcə. Deməli, həmin məntəqə B məntəqəsi Bakıdan 50 dərəcə cənubda yerləşmiş olacaq. Çünki Bakıdan 50 dərəcə şimalda günəş zenitdə ola bilməz.
Daha doğrusu günəşin düşmə bucağı bərabər ola bilməz. Ona görə də biz fikirləşirik ki, həmin məntəqəyə, yəni bildiyimiz qış günündə günəş 23,5 dərəcə cənub enində zenitdə olur. Həmin məntəqələr eyni, yəni 23,5 cənub enliyində ya şimalda və ya cənubda eyni dərəcə fərqində olmalıdır. O zaman biz 40-dan 50 dərəcəni çıxırıq, 10 dərəcə tapırıq, 10 dərəcə cənub enliyi. Deməli, B məntəqəsi oldu 10 dərəcə cənub enliyi. A məntəqəsini də müəyyən etmək üçün bilirik ki, tropiklə B məntəqəsi arasında 23,5-dən 10 çıxır, 13,5 dərəcə fərq var. Deməli, həmin məntəqə A məntəqəsi də 23,5-in üzərinə 13,5-i gəlsək, tapmış oluruq. 37 dərəcə cənub elində yerləşmiş olacaq. İndi A məntəqəsində günorta vaxtı günəşin düşmə bucağını müəyyən etmək üçün bilirik ki, 23,5 dərəcəyə 90 dərəcə düşürsə, o zaman 90-dan 37 çıxıb üzərinə isə 23,5-i əlavə edəcəyik. Bu da eləyəcək 76,5 dərəcə. Deməli, sualın doğru cavabı olacaq B variantı. 35-ci suala baxaq. Ərazisində dövlət sərhədi keçməyən inzibati rayonlar, yəni sərhəddə yerləşməyən inzibati rayonları tələb olunur. Baxırıq burada Oğuz bildiyimiz kimi sərhəddə Rusiya ilə sərhəddə yerləşir. Burada Quba heç bir ölkə ilə sərhədi yoxdur. Üstə Şəmkir. Beyləqanın da bildiyimiz kimi İranla sərhədi var. Samoxun Gürcüstanla sərhədi var. Deməli bunu da biz götürmürük. Xocavəndin isə heç bir ölkə ilə sərhədi yoxdur. Cavabımız olacaq 2, 3, 6 E variantı. 36-cı suala baxın. Şimali Amerika və Cənubi Amerika materiklərinin oxşar xüsusiyyətlərini müəyyən edin. Bütün ucqar nöqtələri qərb yarımkürəsində yerləşir. Bəli, həm Şimali Amerika, həm də Cənubi Amerika materikləri qərb yarımkürəsində yerləşdiyi üçün ucqar nöqtələr də qərbdə yerləşəcək. Bir doğrudur. 3 okeanla əhatə olunub və 2 yarımkürədə yerləşir. Cənubi Amerika şərqdən Atlantik, qərbdən Sakit okeanla əhatə olunmuşdur. 2 okean olmalı idi. Burada 3 okean yazılıb. Deməli, bu ancaq Şimali Amerikaya aiddir. Çöl təbii zonası bütünlükdə subtropik iqlim qurşağında yerləşir. Bu da Cənubi Amerikaya aiddir. Şimali Amerikada həm subtropik, həm mülayim olur. Deməli 2, 3 cavab variantlarından avtomatik çıxılır. Alçaq coğrafi enliklərdə meşələr daha geniş sahədir. Şimali Amerikanın meşələri əsasən demək mülayim enliklərdə daha geniş sahə tutur. Deməli Cənubi Amerikada isə ekvatorial, yəni alçaq enliklərdə geniş sahə tutur. Deməli alçaq coğrafi enliklərdə meşələr daha geniş sahə tutur. Bu Cənubi Amerikaya aiddir, Şimali Amerikaya aid olmaz. Deməli 4-də çıxır. Cavabımız oldu 1 və 5. Daxili axarlı, axarsız hövzənin payı azdır. Bəli, daxili axarlı hövzənin payı azdır hər iki materikdə. Bu doğru fikirdir. Deməli cavabımız olacaq 1 və 5. Həm şimal, həm də cənub ucqar nöqtələr eyni yarımkürədə yerləşir. Bu fikir yanlışdır. Cavabımız oldu 1 və 5. 37-ci suala baxırıq. Xəritə sxemasında monarxiya idarə etmə formasına malik olan ölkələri müəyyən edin. Əvvəlcə ölkələrə baxaq. 1 İtaliya, 2 Almaniya, 3 İspaniya, 4 Polşa, 5-ə Norveç, 6 isə Böyük Britaniyadır. Bunların içərisində bildiyimiz kimi İspaniya, bundan sonra Norveç və Böyük Britaniya bunlar monarxiya idarə etmə formasına malikdir. Digərləri isə respublika idarə etmə formasına malik edilir. Cavabımız A variantı. 38-də doğru sıraları müəyyən edin. Dəniz yolları və liman şəhərləridir. Azərbaycan və Türkmənistan arasında Bakı Türkmənbaşı, yəni Xəzər dənizində belə limanlar mövcuddur. Türkmənistan arasında bir doğrudur. Azərbaycan və Qazaxıstan arasında Bakı Bektaş. Bakı Bektaş Türkmənistandır, Qazaxıstan arasında deyil. Azərbaycan və İran arasında Bakı Rəşt, Rəşt liman deyil. Bakı Əncəli olmalı idi. Onda doğru götürüləcəkdir. Və Azərbaycan və Rusiya arasında Bakı Həştərxan isə tamamilə doğrudur. Cavabımız 1, 4, D variantı.
39 müvafiq olaraq ekstarizasiya, defliyasiya, akkumulasiya prosesinin intensiv olduğu əraziləri müəyyən edin. Ekstarizasiya buzlaqların yaratdığı relyef formalarıdır. Yəni buzlağın dağıdıcı işidir. Deflyasiya küləyin, akkumulasiya isə deməli yaradıcı iş hesab edilir. Çayların və daha çox yaradıcı formalaşdığı ovalıqlar və ya çayların yaradıcı işi də götürmək olar. Deməli, fikir verək, A variantı Nova Zemlya adası bu qütblərə yaxındır. Deməli, burada buzlağın təsiri olacaq. Darfur platosu şimdi Böyük Səhrada yerləşir və orada şahid dağların olduğu ərazidir. Deflyasiyanın təsiridir bu. Mississippi ovalığı isə akkumulyativ ovalıqdır. Deməli, A variantımız doğru cavabdır. Digər variantlarda e, deməli uyğunluq gözlənilmir. 40-cı suala baxırıq. 1 bölünsün 150 min miqyaslı xəritədə 100 sm kvadrat əraziyə düşən çayların qolları ilə birlikdə uzunluqların cəmi 405 kilometr olarsa, həmin ərazi üçün çay şəbəkəsinin sıxlığını hesablayın. Çay şəbəkəsinin sıxlığı hesablamaq üçün bilirik ki, biz çayın qollarının uzunluğunu onun toplayıcı sahəsinə bölməliyik. Əvvəlcə biz miqyasa görə sahəni tapırıq. Yəni 1 santimetrə burada 5 100 minə böləndə 1 santimetr 1,5 kilometr uyğun gəlir. Amma burada kvadrat sahə olduğu üçün kvadrata qaldırırıq. Bu da edəcək 2,25 kvadrat kilometr. Burada 100 santimetr olduğu üçün 100'ü buracıq 2,25'ə və 225 kvadrat kilometr. Deməli, biz sayın toplayıcı hövzəsinin sahəsini tapdıq. İndi isə deməli, çay şəbəkəsinin sıxlığını tapa bilərik. Çay şəbəkəsinin sıxlığını tapmaq üçün deməli, biz çayın uzunluğunu 405 kilometrdir. Bu bizə verilib. Bunu bölürük 225 kilometrin kvadratına. Bu da eləyəcək 1,8 kilometr böl kilometrin kvadratı. Deməli, sualın doğru cavabı olacaq D variantı. 41-ci sualdan davam edirik. A və B istiqamətində yerləşmiş landşaftları müvafiq olaraq müəyyən edin. Yəni A-dan B-yə doğru olan təbii zonaları müəyyən etmək lazımdır. Baxsaq burada, deməli A variantı meşə tundra, iynəyarpaqlı meşələr, savanna və seyrək meşələr və dəyişkən rütubətli meşələr. Diqqətlə yetirsək, A-dan B-yə doğru bu təbii zonalar savanna və seyrək meşələri görə bilmərik. Deməli A yanlışdır. B-də meşə tundra, İynə yarpaqlı meşələr, enli yarpaqlı meşələr və dəyişkən rütubətli meşələr. Bu tamamilə doğrudur. Bildiyim ki, laborator yarımdasından doğru meşə tundra, daha sonra burada iynə yarpaqlı tayqa meşələri var. Göllər ətrafında enli yarpaqlı meşələrə də rast gəlinir və dəyişkən rütubətli meşələr isə bu B-nin olduğu əraziyə uyğun gəlir. B variantı doğrudur. C-də meşə tundra, iynə yarpaqlı meşə, enli yarpaqlı meşə, sonda çöllər. Bu hissədə çöl zonası bir qədər qərb hissəyə uyğun gəlir. Deməli, bu C variantı ona görə yanlışdır. D variantı iynəyarpaqlı meşələr, meşə tundra. İynəyarpaqlı meşələr meşə tundradan sonra gəlməli idi. Y-də meşə tundra, iynəyarpaqlı meşələr, dəyişkən rütubətli, sonra enliyarpaqlı. Xeyr, burada da ardıcıllıq pozulmuşdur. 42-ci suala baxın. İçməli su qıtlığının mövcud olduğu ölkələr. İçməli su qıtlığı daha çox quraq olan ərazilərdə formalaşır. Adətən tropik enliklərdə yerləşən ölkələrdə belə içməli su qıtlığına rast gəlinir. Daha çox ekvatorial və qütblərə yaxın olan ərazilərdə isə içməli su problemləri demək olar ki, çox az olur və yaxud da ümumiyyətlə bu ərazilərdə içməli su problemləri olmur. Lakin tropik enliklərdə isə içməli su problemi daha geniş yayılmışdır. Bunların içərisində fikir versək, Madagaskar, burada içməli su problemi yoxdur. Növbəti Mavritaniya, bilirsiniz ki, Mavritaniya hətta burada münaqişə içməli su uğrunda münaqişə gedən ərazilərdən biridir. Burada quraq ərazi, səhralıq ərazi olduğu üçün 2-ni götürəcəyik. 3-də İslandiya adası, xeyr, burada içməli su problemi yoxdur. 4-də Mozambikdə həmçinin bu ərazilər də nisbətən rütubətlidir. Üstə Türkmənistan, bəli, burada quraq ərazi olduğu üçün götürəcəyik. Altda Pakistanda da içməli su problemləri mövcuddur. Cavabımız olacaq 2, 5 və 6 C variantı.
43-cü suala baxırıq. Ümumilli məhsulun dəyəri ÜDM-in, yəni ümumdaxili məhsulundan çox olan ölkələri və bunun səbəbini müəyyən edin. Əvvəlcə biz ümumilli məhsulun nə olduğunu, ümumilli məhsul ölkənin daxilində olan milli və ölkənin xaricində olan milli şirkətlərin birlikdə istehsal etdiyi məhsuldur. Müdaxili məhsul isə ölkənin daxilində olan milli və xarici şirkətlərin istehsal etdiyi məhsuldur. Ümummilli məhsulun çox olması üçün ölkənin, yəni bir ölkə məxsus xaricdəki şirkətlərin çox olmağı və onların istehsal etdiyi məhsul ümummilli məhsulun daha da çox olmasına səbəb olur. Bildiyimiz kimi bu da inkişaf etmiş ölkələrdə özünü daha qabarıq göstərir. Çünki onların böyük şirkətləri olur. Bunlara biz transmilli şirkətlər deyəcəyik və xarici ölkələrdə onların istehsal etdiyi məhsul ümummilli məhsulunda dəyərin artmasına səbəb olur. Ona görə də bu fikrə əsasən biz Yaponiya və Böyük Britaniyanı inkişaf etmiş ölkə və bunlara məxsus transmilli şirkətlərə malikdir fikrini götürəcəyik. Cavabımız olacaq Y variantı. 44. Afrika və Cənubi Amerika litosfer tavalары üçün ümumi olan əlamətlər okean tipli tavalara konvergent sərhədə malikdir. Afrikanın okean tipli tavalara konvergent sərhədi yoxdur. Cənubi Amerika isə Nazca tavası ilə konvergent zonası mövcuddur. Deməli, bu ümumi cəhət deyil. Şərq hissəsində sınma xətti keçir. Bu Afrika aid olsa Cənubi Amerika aid deyil. Yəni 1-2 müvafiq cavablar deyil. Deməli, doğru cavab C variantıdır. Baxaq. Həm okean, həm də materik tipli yer qabına malikdir. Bəli, bunlar hər ikisinə aiddir. Qədim Gondwana qurusudur. Bəli, cənub materikləri Gondwana qurusuna aiddir. Dərin okean novlarının yaranmasına iştirak edir. Burada Cənubi Amerikanın qərb hissəsində iştirak edir burada novlar, amma Afrikada yoxdur. Deməli, bu ümumi ola bilməz. Cavan okeanın formalaşmasına iştirak edir. Bəli, Afrika və Cənubi Amerika tavalarının ayrılması nəticəsində Atlantik okeanın sahəsi genişlənir. Atlantik okean da cavan okeanlara aiddir. Cavabımız olacaq C variantı 3, 4, 6. 45-ci suala baxaq. Ölkə əhalisinin sayı 2020-ci ildə 18 milyon 500 min nəfər, 2024-cü ildə isə 19 milyon nəfər olmuşdur. Əhalinin ancaq təbii artım hesabını artdığını, illik təbii artımın sabit qaldığı nəzərə alıb 2021-ci ildə ölkə əhalisi sayının nə qədər olduğunu hesablayın. Biz bunu tapmaq üçün 19 milyondan, deməli 19 milyondan 18 milyon 500 mini çıxırıq. Bu da eləyəcək 500 min. Deməli, əvvəlcə görürük ki, 2020 və 2024, 2020-dən, daha doğrusu 2024-dən 2020-ni çıxırıq, 4 il keçmişdir. Deməli, 4 il vaxt keçmişdir. Baxaq, ildə nə qədər artır? 500 min əhali 4 ilə artım olduğu üçün 4-ə bölür, 1 ili tapmalı, 125 min. Deməli, əhalinin sayı sabit artım olduğu üçün 125 min nəfər artım olub və 2020-ci ildə əhalinin sayı 18 milyon 500 min nəfərdir. 21-ci ildə onun üzərinə 125 min nəfəri əlavə edirik. 18.500 min üst min nəfər üstə gəlinsin 125 min nəfər. Bu deyiləcək 18 milyon 625 min nəfər. Burada 1000 nəfərlə ifadə olunduğu üçün biz sadəcə 18.625 olan rəqəmi götürürük. Doğru cavabımız oldu D variantı. 46-cı suala baxaq. Uyğunluq gözlənilmişdir. A variantı sitrus meyvəçiliyi, qışı quraq keçən mülayim isti iqlim, Lənkəran. Lənkəranda qışı quraq yox, yayı quraq keçən mülayim isti iqlimdir. A yanlışdır. B-də yay otlaqları, qışı quraq keçən soyuq iqlim, Qarabağ vulkanik yaylası. Bəli, bu tamamilə doğrudur. C-də qış otlaqları, qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi, amma Şərri Ordubad. Şərri Ordubad Naxçıvanda bildirsiniz, yarımsəhra quru çöl var, amma qışı mülayim yox, qışı soyuq keçən olmalıydı. D-də suvarma əkinçili, qışı quraq keçən soyuq iqlim bizə qatılacağız. Qışı quraq keçən soyuq iqlimdə suvarma əkinçiliyi olmaz. Dəmiyə əkinçiliyi olar.
Y variantı dəmiyə əkinçili, yayı quraq keçən mülayim isti iqlim və qanı xəyri çay. Qanı xəyri çayda yayı quraq keçən yox, qışı quraq keçən olmalı idi. Doğru cavabımız B variantı. 47-yə baxaq. Sahəsinə görə ən böyük türk dövlət qurumuna aid olan əlamətlər. Bilirsiniz ki, sahəsinə görə ən böyük türk qurumu Saxa Yakutiyadır. İndi buna uyğun olan fikirləri seçək. Aqroiqlim resurslarla yaxşı təmin olunmuşdur. Xeyr, Saxa Yakutiya qütbə yaxın ərazilər olduğu üçün aqroiqlim ehtiyatları zəifdir. Əhalinin sıxlığı azdır. Bəli, burada əhali çox az yaşayır və ərazisi böyük olduğu üçün sıxlıq azdır. Qarışıq meşələr təbii zonası yerləşir. Xeyr, bu ərazidə qarışıq meşə yoxdur. Ərazisinə qütb gecə gündüzləri müşahidə edilir. Təbii ki, onu qütb dairəsi kəsdiyi üçün bu hallar müşahidə edilir. Dünya okeanı birbaşa çıxışı var. Bəli, Şimal Buzlu okeanına çıxışı da mövcuddur. Ural Volqaboy regionunda yerləşir. Bu yanlışdır. Çünki Saxa Yakutiya Sibir regionunda yerləşir. Cavabımız oldu 2, 4, 5. D variantı. 48-ci suala baxırıq. Əlamətlərin aid olduğu faydalı qazlar müvafiq olaraq müəyyən edin. Baxaq faydalı qazların işarəsinə. 1-də qalay, B-də alüminium, C-də fosforit, D-də mis, Y-də isə daş kömür göstərilmişdir. Və ən böyük ehtiyatları Şimali Afrikadadır, Mərakeşdə. Bu fosforitdən burada danışılır. Deməli, 1-ə C uyğundur. İstehsalı enerji tutumlu olması ilə fərqlənir. Bu söhbət alüminiumdan gedir. B-də göstərilmişdir. Əsasən hasilat rayonlarında istehlak edilir. Yəni hasilat rayonlarında eyni zamanda ondan istifadə edilir də, yəni istehlak edilir. Bu daş kömürə aid olan fikirdir. Emalı əsasən hasilat rayonlarında həyata keçirilir. Bu ağır metallardan olan misə aiddir. Çünki daşınma xərcləri böyük olur. Və D bura gedir. Əsas ehtiyatları Cənub-Şərqi Asiyadır. Bu da söhbət qalaydan gedir. Deməli, cavabımız olacaq 1-ə C, 2-ə B, 3-ə Y, 4-ə D, 5-ə isə A. Doğru cavabımız C variantı. 49-cu suala bax. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Çi Qafqaz təbii vilayəti, Orta Araz təbii vilayəti. Palezo yaşlı suxulara rast gəlinir. Hər ikisində palezo yaşlı suxular mövcuddur. Mülayim isti iqlim tipi hakimdir. Təbii ki, Orta Araz Naxçıvanda mülayim isti iqlim olmadığı üçün 1-ə aid. Filiz faydalı qazıntılar mövcuddur. Həm Çi Qafqazda, həm də Orta Arazda filiz faydalı qazıntılar mövcuddur. Soyuq iqlim tipində dağ çölləri yayılmışdır. Bu fikir Orta Araza aiddir. Çayların qidalanmasında buzdağların ərinti suları iştirak edir. Təbii ki, bu fikri də biz Orta Araza əsasən aid edə bilərik. Ərazisi bütövlükdə bir tektonik zonada yerləşir. Orta Arazda iki tektonik, həm Çi Qafqaz qalxmasına, eyni zamanda Araz Cavan platformasına aid olan düzlər var. Amma Çi Qafqaz təbii vilayəti ümumilikdə Çi Qafqaz tektonik qalxmasına aiddir. Ona görə də bu birinciyə gedəcək. Doğru cavabımız olacaq 1-ə 2, 6, 2-yə 4 və 5, 3-ə isə 1 və 3. Doğru cavabımız B variantı. 50-ci suala baxırıq. Xəritə sxemdə rəqəmlərlə verilmiş iqtisadi rayonlara aid xüsusiyyətlər. İqtisadi rayonları qeyd edirik. Birinci iqtisadi rayonumuz Şəki-Zaqataladır. Deməli, ikinci iqtisadi rayon isə Naxçıvan iqtisadi rayonudur. Üçüncü iqtisadi rayona fikir versək, bu isə Mərkəzi Arandır. İndi buna aid olan fikirləri uyğunlaşdıraq. Həm filiz, həm də qeyri-filiz faydalı qazıntılarla zəngindir. Bu fikir Naxçıvana aiddir. Çünki Şəki-Zaqatalada ümumiyyətlə filiz faydalı qazıntılar çox azdır, yəni zəngin deyil. Mərkəzi Aranda ümumiyyətlə burada rast gəlinmir. Deməli, bu ancaq Naxçıvana aid olan bir fikirdir. Torpaqları şoranlaşmaya məruz qalır. Bu daha çox şoranlaşmaya məruz qalmışdır ki, Mərkəzi Arana uyğundur. Təbii ki, bura götürüləcək. Əhali milli tərkib mürəkkəbdir. Bu iqtisadi rayonlar içərisində Şəki-Zaqatalanın milli tərkib mürəkkəbdir. Orada çox millətli, ləzgi, avar və digər xalqların nümayəndələrinə rast gəlinir. Deməli,
1-ə 3 aiddir. Əsasən neft, qaz, ixraq kəmərləri buradan keçir. Bu söhbət mərkəzi alandan gedir. Çünki buradan Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Ərzurum neft və qaz kəmərləri gedir. Çəyirdəşli meyvəçilik inkişaf etmişdir. Çəyirdəşli meyvəçilik Naxçıvana aiddir. Deməli biz ikiyə uyğunlaşdırırıq. Mülayim isti iqlim tipində kənd təsərrüfatının çoxsahəli inkişafına imkan yaradır. Mərkəzi Aran yarımsahəli qurucu Naxçıvanda da mülayim isti iqlim olmadığına görə biz bunu Şəki Zaqatala aid edəcəyik. Deməli cavabımız olacaq 1-də 3, 6, 2-də 1, 5, 3-də isə 2 və 4. Doğru cavab elə C variantı. Davam edirik. 51-ci suala fikir verək. Xəritə sxemdə rəqəmlərlə göstərilən iqtisadi rayonların torpaqlarının suvarılmasında istifadə olunan müvafiq çaylar. Yenə də iqtisadi rayonlara biz fikir versək, 1-də Dağlıq Şirvan, 2-də Qarabağ, 3-də isə deməli Quba Xaçmazdır. İndi biz bunlara uyğun olaraq variantlarla uyğunlaşdıraq. Viləşçay bunların heç birinə uyğun deyil. Çünki Viləşçay burada Lənkəran Astara iqtisadi rayonundan keçir. Vəlvələçay aid olacaq Quba Xaçmaza. Girdimançay Dağlıq Şirvana aiddir. Yəni bu 1-ə götürüləcək. Köndələn çayı isə Qarabağın ərazisindən axdığı üçün 2-yə aiddir. Cavabımız olacaq C, D, E və B. Gilan çayı isə Naxçıvana aiddir. Deməli bu göstərilən iqtisadi rayonlardan heç birinə Gilan çayı aid olmayacaq. Cavabımız olacaq C, D, B, E variantı. 52-ci suala baxırıq. Yarımadalarla bağlı uyğunluğu müəyyən edin. Kaliforniya yarımadası, Cape York yarımadası və Malakka yarımadası. Dekabr-fevral aylarında bol yağıntı düşür. Deməli, bu Cape York yarımadasına aiddir. Nəyə görə? Çünki Cape York subekvatordadır və yay aylarıdır. O da cənub yarımkürəsində olduğu üçün dekabr-fevral ayları uyğundur. Soyuq cərəyanın təsiri ilə arid iqlim formalaşır. Bu Kaliforniya soyuq cərəyanının təsiri ilə burada Kaliforniya səhrası da formalaşır. Bura 1-ə A, 2-yə B uyğun gəldi. 1-ə B, 2-yə A uyğun gəldi. İl boyu ekvator hava kütlələrinin təsiri altındadır. Bu söhbət Malakkadan gedir. Çünki bu ekvator iqlim qurşağında yerləşir. Düz radiasiyanın payı il boyu üstündür. Təbii ki, bu da Kaliforniyaya aid olan fikirdir. Burada tropik iqlim qurşağında yerləşdiyi üçün burada düz radiasiya üstündür. Üzvi və kimyəvi aşınma intensiv gedir. Bu da ekvatorial ərazilərə, yəni Malakkaya aid ediləcək. Cavabımız olacaq burada B, D. 2A, 3-ə isə C və Y. Doğru cavabımız elə C variantıdır. 53-cü suala baxarıq. Qobustan alçaq dağlığının Ceyrançöl alçaq dağlığının fərqli xüsusiyyətləri. Arid iqlim şəraiti mövcuddur. Hər ikisində yarımsəhra arid iqlim mövcuddur. Deməli bu fərqli olmadı. Palçıq vulkanlar yaranmışdır. Qobustanda var, Ceyrançöldə yoxdur. 2-ni götürürük. Tektonik qalxma zonasında yerləşir. Qobustan Böyük Qafqaz qalxmasında, Ceyrançöl isə Kür çökməsinə aiddir. Bu da doğrudur. Bedlendlər yayılmışdır. Bedlend pis torpaqlar, yəni Qobustanda və Ceyrançöldə də belə torpaqlar var, ortaqdır. Qışın mülayim keçən yarımsəhra və quruçöl iqlimi hər ikisində var, götürmürük. Filiz faydalı qazlar yayılmışdır. Bu heç birinə aid deyil. Deməli burada cavabımız 2 və 3. 54. Doğru fikirləri müəyyən edin. Samur Dəvəçi ovalının şimalında düzən meşə çəmən torpaqları yayılmışdır. Bəli, Samur Dəvəçi ovalının şimalında şollar düzüdür və orada meşə çəmən torpaqları yayılmışdır. Bu doğrudur. Kürdür Şirvan fiziki coğrafi rayonunda qara, şabalıdı və torpaqlar yayılmışdır. Qara torpaqlar yanlışdır. Qurun suların səthə çıxdığı bütün ərazilərdə meşələr formalaşmışdır. Bu da yanlışdır. Kiçik Qafqaz dağlarında dağ-çöl landşaftı formalaşmışdır. Bəli, xüsusən də Daşkəsən, Xocavənd, Füzuli ərazilərində də mövcuddur. Talış dağlarında qonur meşə torpaqlarına rast gəlinmir. Əslində burada qonur qəhvə meşə torpaqları geniş yayılmışdır. Cavabımız olacaq 1 və 4. İndoneziya, Filippin və Yaponiya dövlətləri üçün ümumi əlamət yaylarında suvarma geniş tətbiq edilir. Ümumiyyətlə, Indoneziya ekvatorial iqlim qurşağı, Filippin ekvator və subekvator. Bunlarda
Yay aylarında suvarma tətbiq etməyə ümumiyyətlə ehtiyac yoxdur. Çünki yağıntılar kifayət qədərdir. Həmçinin də Yaponiya musson olduğu üçün burada ehtiyac yoxdur. Yayda yağıntı kifayət qədərdir. Olmaz. Şəhər əhalisinin payı 80%-dən yuxarıdır. Bu e, Yaponiyaya aid edilə bilər. Amma İndoneziya, Filippində 80%-dən yuxarı ola bilməz. Bitkiçilikdə çəltik əkinləri üstünlük təşkil edir. Bəli, bu ölkələrdə çəltik əkinləri mövcuddur. Arxipelaqda yerləşirlər. İndoneziya, Malay arxipelaqı, Filippin adaları və Yaponiyada Yapon adalarında yerləşir. Doğrudur. Fəaliyyətdə olan vulkanlar var. Bəli, həm İndoneziya, həm Filippində, həm də Yaponiyada müəyyən vulkanlar, fəaliyyətdə olan vulkanlar mövcuddur. 3, 4, 5 sualının doğru cavabıdır. İndi isə 56-cı suala baxaq. A və C nöqtələri arasında A nöqtəsi, bir də C nöqtələri arasında temperatur fərqi 3,6 dərəcə olarsa, zirvə ilə B nöqtəsi arasında hündürlük fərqini müəyyən edin. Bilirik ki, 1000 metrdə temperatur 6 dərəcə, o zaman 3,6 dərəcə nə qədər olacaq? Bu deyilir 600 metr. İndi buradan kəsmə hündürlüyü tapmaq üçün boşluqlara saysa 3 boşluq var. Deməli 600-ü 3-ə bölürük. Bu deyilir 200 metr. Deməli kəsmə hündürlüyümüz olacaq 200 metr. Bu zaman biz zirvə ilə B nöqtəsi arası hündürlük fərqini tapa bilərik. Biz daxili horizontalı tapmaq üçün daxili horizontalı burada müəyyən edə bilərik. 944 rəqəmindən kiçik 200-ə bölünən ədəd bura 800 olacaq. Təbii ki, getdikcə aşağı düşəcək 600, 400 və 200. Deməli biz B nöqtəsini burada müəyyən etdik ki 200 metr. Zirvə də 944-dür. O zaman 944-dən 200 metri çıxacaq, eləyəcək 744 metr. Deməli cavabımız olacaq 744 metr. Uyğunluğu müəyyən edin. Kənd təsərrüfatında məşğulluq, yəni əhalinin kənd təsərrüfatına məşğulluğu 0-10%, 20-40%, 80-90%. İnkişaf etmiş ölkələrdə təbii ki, əhalinin əsas məşğuliyyət sahəsi, deməli, informasiya, xidmət sahələri və sənaye ola bilər. Amma kənd təsərrüfatı ən azlıq təşkil edir. Zəif potensiala malik olan kasıb ölkələrdə isə təbii ki, onlarda kənd təsərrüfatında məşğulluq daha çox olur, böyük rəqəm. Bunun əsasında biz ölkələrə fikir versək, A-da bu hissədə deməli Mali göstərilib, B-də Kanadadır, C-də Norveç göstərilib, Y-də Braziliya göstərilib, D-də Pakistan, Əfqanistan daha doğrusu ərazi göstərilmişdir. Bunun əsasında biz burada 1, 2 və 3-ü müəyyən edə bilərik. 0-10% olan ölkələr, burada daha kasıb olan ölkələri götürəcəyik. Mali və Əfqanistanı götürəcəyik. A və D. 2, 20-40% nisbətən Braziliya, bu inkişaf etmiş ölkələrdən nisbətən 20-40% əhali kənd təsərrüfatı ilə məşğul olur. B və Y, yəni Kanada ilə Norveç isə 80 daha doğrusu tərsinə oldu. Belə yox. Daha doğrusu 0-10% olanı inkişaf etmiş ölkələr götürəcəyik. Çünki B və C 20-40%-ni Braziliya götürəcəyik. A və D-ni isə ən çox, yəni 80-90% olan götürəcəyik. Deməli cavabımız olacaq B, C, Y və A, D. İndi isə situasiya sualına baxırıq. Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmişdir. Əsrin sonlarında etinin təsir nəticəsində sənayedə qara metala tələbatın azalması ilə artım sürəti aşağı düşmüşdür. Hazırda porad əldə edilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçmişdir. Bu, onların sənayələşməsi həm də ekoloji təcavüz siyasəti ilə əlaqədardır. Mətndə verilmiş sənaye sahəsinin 20-ci əsrin sonlarında inkişafının zəifləməsinin səbəblərini müəyyən edin. Belə deyək də, metala tələbatın azalması, həmin ölkələrdə metala tələbatın azalması, bəli, elm, texnologiya, texnika texnologiyanın inkişafı, İK və texnologiyanın inkişafı.
Sonra yaza bilərik xam malın azalması. Yəni müxtəlif burada səbəblər yazmaq olar. 59-cu suala baxırıq. Mətndə verilmiş sənaye sahəsinin yerli xam mal hesabını inkişaf etdi. İnkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna aid olan ölkələri müəyyən edib yazın. Burada elə düz yazılır. Braziliya, Hindistan və Çində həmin xam mallar mövcuddur. Deməli, elə doğru yazılıb. 60-da mətnə əsasən inkişaf etməkdə olan ölkələrdə polad əritmənin inkişaf etməsinə, onların sənayeləşməsindən başqa təsir edən digər amillər nə ola bilər? Bəli, burada xam malın olması qeyd olunub, elə bu doğrudur. Ucuz ucuz işçi qüvvəsi ola bilər. Sonra belə dedi, ucuz işçi və xam malın olması, daha sonra bu xüsusiyyətləri deməli qeyd etmək olar. Sualın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.